sarı və yaşıl çayları. Tiyens çayı dediyim kimi sarı çaydır. Bizim evə girəndən belə deyək, valideynlərində təzyiq, mədə qıcqırması, yatanda xoruldama, həzm proseslərinə kömək elədir. Bizlərdə neynədir? Ağzın içində yaralar var idi, onları düzəltdi, baş ağrıları düzəltdi, həzmi yaxşılaşdırdı, məndə də nədən də problem var, qıcqırmanı düzəltdi, yuxunu rahatlaşdırdı, sinirləri qaydasına qoydu. Bir çay, biz onsuz da evdə, ailəvi olaraq, yəni baş ağrı dərmanı, qıcqırma dərmanı, bu tipli şeylər istifadə edirdik. Bunlara pul xərcləyirdik. Çay girdi evə, o pullara biz qənaət elədik. Yəni bir çayla daha çox problem əldə eləmiş olduq. Bu çay istənilən ev üçün əladır. Yəni heç bir xüsusi belə deyək, fitri bir bacarıq lazımdır onu dəmləmək. 2 litr, 3 litr suya dəmlənir. Biz boşlayırıq 3 litrlik termos, atırıq onun içinə. Yəni mifəyidir, kəkotu və s. Zövqə uyğun olaraq, fəsli uyğun olaraq əlavələr edirik. Atdıq, suyun tökdük, bağladıq, bir saatdan sonra başlayıb içməyə. 18 ildir bu çayı içirik. 18 ildir. Qara çaydan uzaq durmuş. Yəni 47 yaşın içindəyim.